Beşiktaş futbolçularında Başar Tümər sağ cənahda özünü topa çatdırdı Başar. Başar ilk oyunda yaxşı təsir bağışlayırdı. Ulduzla maçda seçilən oyuncularından idi Beşiktaşın. Ötürmə, qapçı. Enes Pekdemir topu uzaqlaşdırmışdı. Daha bir ötürmə, təhlükəlidir Başar Tümər. Qapı xəttindən çıxarır topu Başar. Hücumdakı aktiv oyunu ilə yanaşı, bu dəfə müdafiədə komandasının dadına çatır. İndi daha bir zərbə, top qapının üstündən. Kaya Tuncay. Başarla oynayır, Başar Tümər. Sağ cənahda irəliyən Muhammed Yesərdir. Ötürmə qapı qarşısına Başar Tümər. Topu qapıdan keçirir. Hesabı bərabərləşdirir 1-1. Başar Tümərin zərbəsi zamanı qapıcımız irəli çıxmışdı topu götürmək üçün. Və sağ cənah ötürmə, yenidən Başar. Başar Tümərdən irəli, Bulut Olgun. Bulut Olgun. 3-1 olur hesab. Sağ cənahdan əla qolla yadda qalır Bulut Olgun. 3-1. Aşırma zərbə ilə topu qapıdan keçirir Bulut. Üstünlüyünü bir qədər də artırdı Beşiktaş. Sandudan ötürmə başla. Topu qarşılayan orada Məhəmməd Həsənli idi. İndi Beşiktaş hücumu yıxılarkən zərbə vurdu. Futbolçu alınmadı, amma təkrar zərbəni qola çevirir Başar Tümər. Beşiktaş oyunda geri dönüş edir. İkinci qol vurur. 1-0 geri düşdüyü maçda 2-1 hesabı ilə irəli çıxır Beşiktaş komandası. İkinci qolun müəllifi 7 nömrəli oyuncu Başar Tümər. Başar oyuna yaxşı qoşulmuşdu və qolunu da vurdu. 2-1 Beşiktaş hesabda irəlidədir.